Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Rumıniya hökumətinin baş katibliyinin təşkilatçılığı ilə keçirilən dövlət sektorunda innovasiya forumu çərçivəsində Rumuniyada dövlət xidmətləri sahəsində tətbiq olunan innovativ həllərin təqdimatı, həmçinin seçilmiş layihələrin mükafatlandırılması mərasimində iştirak edib. Açılış hissəsində Dövlət Agentliyinin sədri innovasiyaların və müasir texnologiyaların dövlət xidmətlərinin səmərəliliyinin artmasındakı rolu və bu istiqamətdə Asan Xidmət tərəfindən görülmüş işlər barədə məlumat verib. Asan Xidmət Rumıniya hökumətinin təşəbbüsü və dəvəti ilə bu ölkədə dövlət xidmətləri sahəsində həyata keçirilmiş layihələrin cari il üzrə qiymətləndirilməsində iştirak edib və qalibə xüsusi olaraq təsis olunmuş Asan mükafatı təqdim olunub. Azərbaycanın bu sahədə ən yaxşı model sahibi olaraq Asan Xidmətə dair mükafatı ilk dəfə olaraq Avropa İttifaqı üzvü ölkəsinin nümayəndələrinə təqdim olunub. Bundan öncəki dövrdə müvafiq mükafat Afrika qitəsində dövlət xidmətləri sahəsində qabaqcıl nailiyyətlər əldə etmiş dövlətlərin nümayəndələrinə təqdim edilib. Forum çərçivəsində həmçinin Asan Xidmətə həsr edilmiş xüsusi sessiya keçirilib və Dövlət Agentliyinin nümayəndəsi tərəfindən müvafiq sahə üzrə ölkəmizin qabaqcıl təcrübəsi barədə geniş təqdimat edilib.